təəccüblənməyin. Həqiqətən 44 günlük müharibə Azərbaycanın 44 günlük müharibəsi yox, bu bitmiş böyük bir tarixdir. Məhz Trumpın özünün 44 günlük müharibəsi. Hələ kimsə onun nə etmək istədiyini və etmək istədiklərinə nə səviyyədə zəmanət olduğunu dəqiq deyə bilmir. Bunu Baş Xəbər Media qrupunun rəhbəri politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazır. Aydın Quliyev daha sonra yazır. Trump prezidentliyi fəaliyyətinin ilk 44 günü barədə Konqres qarşısında 1 saat 40 dəqiqə çıxış etdi. Amerika qayıtdı. Heç bir prezident özünün 4 ilində mənim bu həftələrdə etdiklərimi etmədi. Bu sözlər Trumpa məxsusdur. Panama kanalını, Qrenlandiyanı alacağını, bürokratiya və inflyasiyanı məhv edəcəyini deyən Trump, Amerikanı qızıl kümbəcə bükəcəyəm deməklə bütün hava hücumundan müdafiə sistemini dəyişəcəyini vəd etdi. Tam da Reaganın SSR-nin məhvinə yönəldiyi ulduz müharibələri planına oxşar. Trumpın 44 günlük müharibəsinin hələlik yalnız həyəcanlı və yetkin olmayan nəticələrini görürük. Tam mənzərə hələ görünmür. Dünya, Avro-Atlantika məkanı silkələndi. Ənənəvi müttəfiqlər pərəmpərən düşdü. Rusiyanın çiçəyi sevincdən açıldı. Çin bir nömrəli əbədi düşmən elan olundu. Yaxın Şərqdə İsrailə verilmiş külli ixtiyar və Fələstin xalqının kütləvi soyqırımı haqda isə heç nə deyilmədi. Onun çıxışına qarşı çıxan bir demokrat konqresmenin isə qolundan tutub bayrağı atdılar. Bu kiçik nüans deyil. Sonrasını isə qısa zamanda görərik. Gələcəkdə yeni dünya düzəni ilə bağlı təhlillərimiz olacaq.